Bu dəfə qəzalı vəziyyətdə olan körpüdən bəhs eləyəcəyik. Sakinlər məsələ ilə bağlı qaynar xəttimizə müraciət ediblər. Onları narahat edən əsas sual isə budur. Körpünün taleyi necə olacaq? Sujetdən izləyək. Salyanın Qızılağac kəndində əsas yolun üzərində salınmış bu körpü sakinlərin dediyinə görə 3 ildir ki, qəzalı vəziyyətdədir. Onlar aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də məsələ həllini tapmır. Salyan rayonunun Qızılağac kəndində 4000-dən artıq əhali bu körpüdən gündəlik istifadə edir. Akuşa çayı üzərindən keçən, ötən əsrin ortalarından istismara verilən körpü bugün həm sakinlər, həm texnika, həm avtomobillər, həm də malqara üçün təhlükə mənbəyinə çevrilib. Belə ki, körpünün dəmir-beton konstruksiyaları deformasiyaya uğradığından altlay 2 yerə bölünüb. Bizim bu körpünün vəziyyəti bu da göz qabağındadır, yəni qəzalı vəziyyətdədir. Uşaqlarımız keçir məktəbə zada, heyvan qaramız hamısı kəndə buradan keçir, kəndin bütün texnikası buradan keçir, demək sahələrə, pamuk sahələrinə becərmək. Yəni bütün bu elə bir ki, bu kənd yox, 3 kəndin demək çöl sahələri hamısının yolu bu körpüdür də. Məcburum gedədə. Qəzalı vəziyyətdədir. İndi bir səhər düzəldiblər də, indi onu nə deyə bilər? Üst hissəsini düzəldiblər, alt hissəsi qalıb Allaha da. Halbuki qorxudur. Biz gündəlik burada ağır texnikalar gedir, balaca maşın gedir. Hər cürə, yəni üstünə bəzək altı təzək, o atalar sözüdür. Biz müraciət etdirdik, bu kəndə çəkirdilər, asfalt. Onda gəldik ki, qardaş, körpü uçulub dağılır. Buna birinci əncam bölüm, bu dedi bizi yedir, o dedi bizim qrup baxmır. Ençi də qırıvırlar üstündən getdi. Biz də ağır texnika sürürəm, mən özüm hər gün 4 dəfə, 5 dəfə işlə əlaqədə o izə keçiririk. Sabah tezəndən gedirik yanacaq doldurma məntəqəsinə, oradan qayıdırıq, keçiririk belə çöl sahələrimizə. Ağır kombaynına keçir, pamudələrinə keçir. Obşi bizim bu elə bir trasımızdır. Sakinlərin bildirdiyinə görə hər gün onlarla ağır texnikanın da bu körpüdən keçməsi təhlükəni daha da artırır. Nəticədə çatlar daha da böyüyür. Yüzlərlə piyadanın da istifadə etdiyi körpü kənd sakinləri üçün yeganə keçid yoludur. Sakinlər bildirir ki, yaranmış təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb. Çarəsiz qalan kənd əhalisi çıxış yolunu telekanala müraciətlə görür. Bildirildi ki, körpü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs, Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansındadır. Məsələ ilə bağlı idarənin rəsmisi Rəşid Nəhmədov televiziyamıza bunları söylədi. Bizə daxil olan məktub əsasında yerində körpüyə baxış keçirilib, vəziyyəti haqqında akt tərtib olunub. Gün ərzində həmin məktuba cavab olaraq regionala məlumat veriləcəkdir. Körpünün nə vaxt təmir olunmaması haqqında mütəxəssis rəyi veriləcəkdir. Rəsmi cavabdan belə görünür ki, Qızılağac kənd sakinlərinin səsləndirdiyi bu problemin çözülməsi hələ biraz da vaxt tələb edəcək. Amma heç kim deyə bilməz ki, qəzalı körpü o vaxtı istər rəsmi quruma, istərsə də sakinlərə verəcək. Aydındır ki, növbəti həmlədə körpü dağılsa, böyük fəsadlara yol açacaq.